bir aboy 20 manatdır, misal üçün. Rulon da deyək, yəni nə ilə gedir bilmirəm. Birinə baxsan ki, 400 manatdır, hətta 2000 manata qədər gedib çatanlar var. Yəni bu nə fərq var? Başa düşürəm ki, dizaynı fərq edir, amma yəni keyfiyyət baxımından fərq edir ümumiyyətlə o. Keyfiyyət baxımından kimyəvi tərkibinə görə dəyişiklik olur. Bir də brend məsələsi var da. Məsələn, eyni məhsulu bəlli bir mağazalardan alanda müştərilər deyir ki, mən filan mağazanın məhsulundan istifadə eləmişəm, amma o filan mağazanın məhsulunu aşağı və ya orta segmentli mağazadan da birəbir görüntüsünü əldə eləmək olur. Əslində bayaq mənim o sizə dediyim o luxury bir üslubun aşağı səviyyəyə, yəni bir tık orta səviyyəyə gətirilməsinin məqsədi odur ki, zaten eyni şeylər var. Məhsul çeşidləri o qədər artıb ki, eyni görüntünü verə biliriksə, niyə filan mağazadan alaq? Gələ alaq da eyni məhsuldur.